İşıq pulunu qaldırmısan, su pulunu qaldırmısan, qaz pulunu qaldırmısan, benzin pulunu qaldırmısan və deyirsən ki, dünya bazarında benzinin, qazın qiyməti qalxıb. Dünya bazarında benzinin, qazın qiymətinin qalxması əksdə sənin üçün xeyir olmalıdır. Çünki sən dünyaya qaz satırsan. Baxın, Maliyyə Naziri Samir Şərifov deyir ki, heç bir rüsum, vergilərdə heç bir rüsum qalxmayıb və yaxud da ki, parlamentdə olan deputatlardan adlarını çəkmək istəmirəm, xalqın cibinə girilməyəcək kimi ifadələr səsləndirirlər. Tamam, orada deputatlar var, millət var ki, polisin maaşının 2 dəfə artması ilə bağlı fikirlər səsləndirir. Mövqe qoyurlar, Gürcüstanda polisin maaşı 2 dəfə çoxdur Azərbaycanın deməklə. Nəyi demək istəyir və niyə görə məhz polisin maaşının qalxması? Biz də istəyirik, polisin də maaşı qalxsın, məmurların da maaşları qalxsın. Amma məmurların maaşları qalxıb da vətəndaşı niyə bu qədər əzirsiniz? Polisin maaşının qalxmasını biz bilirik, axı siz ona görə təklif edirsiniz ki, polis hökuməti qoruyur, dövləti deyil. Polis vətəndaşı qorumur, polis səni qoruyur. Sən də insanların haqqına girirsən.